Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrafil ənbiyyə vəl mursalin. Alə seyyidina nəbiyyina Muhammedin və alə alihi və səhbə əcməin. Rabbi şrah li sadri və yəssir li əmri və ahlul uqdatan min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, ilk öncə özümə, sonrasında hər birinizə uca böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanızdır, yəni təqvalılığınızdır. Allah Taala'dan qorxmaq, Allah Taala'nın üzərimizdə əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi, əmr edibsə o şeylərdən uzaq durmaqla bu təqva sifətini, yəni Allahdan qorxmaq sifətini qazanmış olarıq. İlk öncə Allaha sonsuz sayda həmd sənalar olsun ki, Allah Taala bizə belə bir fürsət verib, belə bir məclisdə toplanırıq, Allah xatırlayırıq, Peyğəmbər sallallahu aleyhi ve selləmi xatırlayırıq. Bu nemətə görə həmişə Allaha şükür edin. Niyə görə şükür etməliyik? Çünki Allah həmd olsun ki, bu məclis dünyada olan ən gözəl məclisdir. Yəni ikinci belə bir məclis yoxdur. İnsanların, fasiqlərin, günahkarların toplaşdıqları o içki məclisləri, qumar məclisləri, nə bilim, fuhuş, günah işləri olan məclislər. Yəni Allah Taala ki orada xatırlanırsa, orada Peyğəmbər xatırlanırsa, o məclis ən gözəl, ən xeyirli məclisdir. Bu məclisdə həmişə dualar qəbul olunar, xeyir, bərəkət olar. Ona görə də belə məclislərin qədrini də həmişə bilin və dualarınızı da çoxaldın ki, əlhamdülillah, qoy tələbələrin dərsləri daha çox olsun, belə məclislər olsun, yığılsın ki, insanlar faydalansınlar. Vallahi ki, yəni indi imkanlar çoxdur. Bu internet şəbəkələrindən istifadə etməyi, bu cürünə görürsən. Əvvəllər ancaq elə otururdu, danışırdıq, kasetə yazırdıq, sonra kasetlə də nə edirdi? Yayılırdı. İndi isə daha çox imkanlar yayılmaq üçün. Ona görə də hər kəs gərək istifadə etsin ki, dəvət yayılsın. Sən bilmirsən ki, Allah Taala sənin bu danışıqları, bu səsvi, bu dedikləri haralara çatdıracaq. Sən onu bilmirsən, amma Allah həmd olsun ki, bir də görürsən ki, illər keçir, qarşıya elə bir insan çıxır, elə şey deyir ki, qalırsan ki, subhanallah, doğrudan da gedib yoxara çıxır. Olur, çox olur elə şeylər. Ona görə də bizim üçün fərqi yoxdur. Bir nəfər oldu məclisdə, 50 nəfər oldu, 100 nəfər oldu, heç kim olmadı. Biz danışırıq. O şeyi bərəkət verməyi, o Allahın ayətlərini, Peyğəmbər sallallahu əleyhi və səlləm sözlərini insanların qəlblərinə çatdırmaq o Allaha aiddir. Bizə aidiyyəti yoxdur. Biz elhamdülillah o sözümüzü deyirik Allah üçün. Yayırıq. İnsanların qəlblərinə çatdırmaq isə Allaha aiddir. Qəlblərin də açılması, qəlblərin də başa düşməsi, o qəlb var ki, qəbul edir, elə qəlb var ki, qəbul eləmir. Yenə də Allahın əlindədir. Niyə görə görürsən, elə insan var ki, dəvət edən kimi dərhal başlayır namaza. Amma elə insan var ki, görürsən ki, illərlə dəvət edirsən, deyir elə qılacam, bəhanələr axtarır. Amma elə insan var ki, görürsən ki, dəvət eləməmsən. Hardansa yol üstü elə keçəndə TikTokda girib, görüb, ya bu görün, baxın, bu saqqalı nə danışır? Hə. Girib deyən o saqqallıya qulaq asıb, doğrudan bu saqqallı düz deyir. Nə deyir ki? Deyir, Allaha tabe ol, Peyğəmbərə tabe ol. Gedib o Allahsızlarla, dinsizlərlə, imansızlarla oturub durma. Xeyir, bərəkət Allahın dinində, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduqlarındadır. Yəni hamıda görürsən ki, hidayət olunub. Yəni ona görə də bu şeylər hamısı Allah Taala'nın əlindədir, qardaşlarım. Və hər birimiz də yəni bacardığımız qədər o dəvəti, Allahın dinini insanlara çatdırmağa çalışmalıyıq. İnsanlara çatdırmağa çalışmalıyıq. Müxtəlif yollarla, kim nə cür bacarırsa, kimin gücü nəyə çatırsa, o cür nədən etməlidir, dəvətini aparmalıdır. Deməli, burada bəzi nəsihətlər var, hansı ki, bunu alimlər nəsihət edirlər. Və bu nəsihətlər də hamısı Peyğəmbər sallallahu əleyhi və səlləmin sözlərindən, Allah Taala'nın kitabından götürülmüş nəsihətlərdir və hər birimiz üçün ibrətdir ki, oturaq, düşünək, ibrət alaq. Çünki təkrarlamaq möminə fayda verir. İnsan gərək həmişə ona nəsihət olunsun, ona başa salınır. İnsana başa salınmayanda, insana deməyəndə, insana nəsihət olunur, insan yaddan çıxardır. Çünki buradan alırsan, buradan da buraxırsan. Əgər bir gündə 10 dənə, 100 dənə ayə eşidirsən, hədis eşidirsən, hamısına riayət eləmirsən ki, hansısa birinə. Gərək də həmişə təkrar nə olsun, insana xatırlansın. İnsana xatırlandıqca, insan da unutqan daxır. Unutqan kəlməsindən törənir. Unudursan hər şey, onu dərhal ki, sənin yadına salınmalı. Namaz da, Allah Subhanahu taala namazı da belə qurub ki, görürsən ki, 5 dəfə namaz gün ərzində zöhr qılırsan,
zöhrlə əsrin arasında 3 saat, 4 saat vaxt var. Görürsən insan dünya ilə başı qarşı, ora qaçırsan, uşaq dalaycan, onu bağçadan götür, bunu məktəbdən götür, onu apar oralar, bunu iş tapşırdılar. Gəlir çatır namazın vaxtı, Allah yadına düşür. Oydu namazın vaxtı. Getdin səcdəyə, indi başladın dua etməyə Allah Taala. Yəni Allah Subhanahu taala elə təyin edir ki, o namazda sən gün ərzində Allahı yada salasan. Yəni dünya səni aldatmasın. Yaddan çıxarmasın. Yəni Allahı unutma. Ona görə də biz həmişə deyirik, Peyğəmbər sallallahu əleyhi və səlləm dediyini ki, insanlara axirəti xatırlamaq üçün, insan ölümü xatırlamaq üçün qəbirstanlığı ziyarət eləməlidir arada. Elə insan var ki, anası, atası illərlə də ölüb, heç gəlib deyməyib. Heç gəlib baxmır, heç yad eləmir. Olmaz. Ana, ata dünyasını dəyişirsə, sən getməlisən. Ən azı 2-3 aydan bir gedib nə etməlisən? Ziyarət etməlisən atanı, ananı, onlar üçün dua eləməlisən və həmçinin də ölümü nə etməlisən? Xatırlamalısan. Ölümü xatırlamalısan. Qəbirstanlıq elə yerdir ki, insanı xatırladır. Sənə deyir, bax, görürsən, hamı yatıb. Hamı yatıb, sən də gələcəksən bura. Sən də burada olacaqsan. Düşünmə ki, yo, mən hələ cavanam da, 20 yaşım var, 30 yaşım var, hələ 70 yaşında öləcəm. Yox, bir dənə bax ora, gör orada 2 yaşında da, 1 yaşında da var, körpə də var, bətindən çıxanda da var, öləndə. Hamısı var orada. İdmançısı da orada gedir, kasıbı da orada gedir, varlısı da orada gedir, prezidenti də orada gedir. Hamı orada gedir. Yəni Allah Subhanahu taala bu ölümdə fərq qoymuyor ki, bu varlıdır, bu imkanlıdır, bu vəzifəlidir, buna başqa cür olacaq, kasıbə isə başqa yox. Hamı eyni. Eyni qaydada qəbir qazılır, kəfənlənir, yuyulur, cənazəsi qılınır və aparılıb dəfn olunur, əlhamdülillah. Ona görə də qəbirstanlıq ibrətdir ki, insan getsin o qəbirstanlığa, otursun, papağını qoysun qabağına, fikirləşsin ki, yəni bu dünyadan nə vaxtsa mən köçəcəm. Ona görə də Allah Taala mənə bəlli bir ömür vaxt verib ki, mən o vaxtdan istifadə edeyim. İstifadə edeyim ki, sabah Allahın qarşısına çıxanda Rəbbimə cavab verə bilim. Deyim ki, ya Rəbbim, sən əmr etdiyin namazdır, orucdur, bunları etmişəm, ibadətləri yerinə yetirmişəm, sənin qarşında əyilmişəm, sənə səcdə etmişəm, sən məni yaratmısan, boy, buxun, qulaq, göz, qəlb, hər şey bəxş etmişsən, indi sənin qarşında əyilmək istəmirəm. Sənin qarşında əyilmək istəmirəm və hələ də deyirəm ki, eşşi, qılaram da namazı, 5 günlük dünyadır, kim gəlib oradan aya? Kim gəlib oradan? Ona görə də yəni bu şeyləri deməmək üçün insan həmişə özünə xatırlamalıdır, yaddan çıxarmamalıdır. Çünki dünya insanı unutdurur. Dünya insana unutdurur hər şey. Allahı, axirəti, Peyğəmbəri, iş, güc, dalınca qaçmaq, bunlar hamısı insana yaddan çıxardır. İnsana çox yaddan çıxardır, insan unudur Allahı. Ancaq görürsən ki, yaxınlığı itirəndə yadıma düşür ki, Allah var, Peyğəmbər var, qəbirstanlıq var. Olmaz. İnsan Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu kimi Allahı daima xatırlamalıdır. Ona görə də deyir ki, Allahın Rəsulu ki, ölümü, yəni Allah Rəsulu ölümü deyir, tez-tez xatırlayın. Yəni o dünyanın o ləzzətlərini deyir, paramparça edən ölümü tez-tez deyir, xatırlayın. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm niyə deyir ki, ölümü xatırlayın? Çünki özü də öldü. 63 yaşında dünyasını dəyişdi. Xəlilullah idi, Allahın dostu idi. Amma dünyasını dəyişdi. Allah Taala ayə nazil etdi ki, biz səndən qabaq heç kəsə əvvəldə həyat verməmişik. Sən də öləcəksən, onlar da öləcəklər. Vəssalam. Ona görə dünyada görsən nə qədər o baş sındıran insanlar var ki, çalışırlar ki, o ölümün qarşısını alsınlar, nəsə dərman tapsınlar, cavan qalsınlar, həyatı, vaxtı biraz uzatsınlar. Mümkün deyil. Yəni bugünə qədər bu qədər inkişaf gedib dünyada. Buradan əsas o ateistlərə, o dinsizlərə, imansızlara o sözümüzdür ki, yəni bu qədər professorlar, bu qədər dünya inkişaf edir. Texnika hər gün inkişaf edir. Hər gün yeni şeylər çıxır. Baxın görün, insan yaradan var, insan düzəldən var. Heç olmasa heç nə demirəm. Heç olmasa insanın bu dişlər verir Allah Taala insana. Gör necə çıxır bu dişlər. Gör necə bu dişdən düzəldən var qardaşlar. Düzəldir, protez düzəldir də sən başqa şey düzəltmir ki. Dəkir oranı, nə bilim, keramikadan, nə bilim nədən, qızıldan, nə istəyirsən elə bu Allahın verdiyi deyil. Allahın verdiyi başqa şeydir. Allahın verdiyi diş. Hələ bu bir dənə misal deyil qardaşlarım. Diş, göz, qulaq, burun. Gör nə qədər burunda hissiyatda. O tüklər burunun içində tüklər çıxır. Bizdə yeyib camaat qırxıramsın ki, yox, biraz yaxşı görsən. Qulağın içində tüklər var, dartıb çıxardır, qırxırlar ki, yox, pis görsən. Onların hamısının öz funksiyası var, qardaş. O Allah Taala o burunda tükləri çıxarmır, aviasiyadan.
Qulağında sənin o tüklər boş-boşuna çıxmır. Allah Subhanahu taala oyla səni bizə nə qədər xəstəliklərdən qoruyur. Allah. Nə qədər sənə viruslardan qoruyur. Vallahi ki bu belədir. Biz bilmirik ki, görsən Allah Taala kişi ilə qadını fərqli yaradır. Niyə görə? Çünki qadın görsən zərifdir, incədir. Kişidə üzündə tük çıxır. Amma qadında çıxmır. Hə? Üzünü qırxanlar bilir də, üzünü qırxır, səhər tezdən durur, deyir, bu nədir? O tezdən gəl tük çıxır. Allah Taala sənə göstərir ki, sən kişisən də, sən erkək cinsindəsən. Sən niyə qırxırsan bunu? Gəlir də qırxırsan yenə də gəlir, Allah Taala çıxarır. Amma qadında yox da, qadında çıxmır. Gözün sən Allah Taala fərqli yaradır. Ki sən bunu eləməlisən və 100 il bundan qabağa qədər götürsə, indi məsələn saqqal düzdür, indi moddur, indi hamı bəziyir zad edir, düzəldir saqqal saxlayır, amma saqqal dinimizin əmridir. 100 il bundan qabağa baxsın, elə götürüb ədəbiyyat oxusun, nə bilim, fizika, kimya kitablarına baxsın, məktəbdə keçidən hamı saqqalla kişilər. Hətta mən müsəlmanları demirəm, xarici kafir ölkələrini götürsən, kitab əhli xristian, hamısı saqqallandır. Yəni hamı saqqal saxlayır. Yəni saqqal bu kişinin bəzəyidir. Yəni bunu Allah Subhanahu taala əbəs yerə kişilərə vermir. Özünü bu saqqalın saxlamağın nə qədər insana, kişiyə xeyri olduğunu gedin açın oxuyun da, baxın görün o bu ateistlər var, oxusunlar görsünlər ki, saqqalın nə qədər insana xeyri var, faydaları var. Ümumiyyətlə, yəni dinin əmr etdiyi nə varsa, hər şey insana xeyirdir. Ola bilər ki, biz bilməyik. Düşünək ki, Allah Taala niyə görə bunu belə eləyib? Bunun bizə nə xeyri var? Onu biz bilə bilmərik. Amma Allah Subhanahu taala onu elə yaradıbsa sənin üçün, deməli onda sənin üçün xeyir. O bir dənə misal var, deyir ki, o kişilərdən biri yolla gedəndə baxır görür ki, qarpız necə deyirlər, sahəsidir. Yerdə bitir də, qarpız yerdə bitir də, uzana bitir, yerdə çıxır. Baxır görür ki, ağac, sonra oturuz gedir, görür ağacdır, qoz ağacıdır. Baxır ki, qoz da ağacda bitir də, balaca ağacın sözü. Ya subhanallah. Yəni burada nə hikmət var? O boyda qarpız sahədə yerdə bitir, bu boyda qoz ağacın üstündə. Gelib uzanır elə o ağacın altına dincələndə oradan qoz düşür başına. Dilində onun yerinə qarpız olsaydı mənim başım nə olardı? Yəni Allah Taala bilir də hansı meyvəni harda çıxardır. Hansı meyvəni harda yetişdirir. Sən bilə bilməzsən, sən oturub fikirləşəcəksən ki, bu niyə belədir? Baş sındıracaqsan ki, niyə məsələn indiyə kimi biz may ayında bu qədər yağışlar görməmişdik. Düzdürmü? İyun ayında hələ havaya baxan. Yəni Allah Subhanahu taala hikmət sahibidir. Allah Taala bilir nəyi hasan edirsən, nəyi necə edir. Yəni bunun qarşısını almaq mümkün deyil. Elhamdülillah. Ona görə də insan bu şeylərə oturub fikirləşdiyi düşüncüydür. Yəni insan özü üçün böyük bir ibrətlər, faydalar çıxardır. Oturub düşünürsən ki, elhamdülillah ki Allah Subhanahu taala məni yaradıb, hər şeyim yerindədir. Mən sağlamam da. Şikəstlər məsələn həyatda görsən şikəst insanlar var, kasıb insanlar var. Evi eşiyi olmayan insanlar var. Bunlar hamısı insan üçün ibrətdir qardaşlar. Sən oturub baxmalısan ki, bax qardaş, mənim bir otaqlı, misal üçün deyirəm, sənin bir otaqlı evin var. Sənindir ev. Kirayə deyil. Mən özüm kirayə qalmışam. Gözü yumurdun, ay qutarırdı. Düşürdün əl-ayağa ki, gəlir indi qapını döyməyə. Pul ver. Bu kirayə deyil, sənin öz evindir. Bir otaqda amma sənindir də. Amma elə adam var ki, kirayədə qalır. Elə adam var ki, küçədə qalır. Evi yoxdur, qardaşlar. Sən buna görə Allah'a nə etməlisən, həmd etməlisən. Deməsən, ya Rabbi, sənə şükürlər olsun. Bir otağım var da, elhamdülillah, keçmə, hepsini ödə. Mənimdir. Və yaxud da sağlamlığın özü. Allah'a ki, vallahi ki, insana bir dənə xəstəlik gəlir, görürsən ki, insan hər şey burnundan gəlir. Adı bir dənə qripdir, baş ağrı olur. Nə yemək istəyirsən, nə iştahan var, nə ora getmək istəyirsən, nə bura çıxmağa heç nə istəmirsən də, qardaş. Ancaq fikirləşirsən ki, tez bir dənə sağalım, özümə gəlim. Bax, indi sən sağlamsan, Allah Subhanahu taala sənə qol, qılc, qanad, hər şey veribdir, hər şey öz yerindəsən. Amma Allahın səndən istədiyi nədir? Allah'a gündə 5 dəfə ibadət edəsən, Allahın qarşısında eləyəsən, ona səcdə eləyəsən, namaz qılasan. Allah səndən bunu istəyir də, səni sağlam yaradıb, qardaş. Yaradıb səni və deyir ki, mən səni yaratmışam, ibadət elə mənə. Sənin Allah'a ibadət etməmək hüququn yoxdur. Yox deyə qardaşlarım. Yoxdur. İbadət sənin üçün vacibdir, ibadət sənin üçün fərzdir. Sən ibadət etmirsənsə, sən günah qazanırsan. Sən fikirləşmə ki, mən neynirəm? O bəzilər var, deyir ki, mən neynirəm? Mən günah qazanmıram, məsəl üçün, nə bilim, içki içmirəm falan şeylər. Namaz qılmırsan, elə özü günahdır. Namaz qılmırsansa, günah qazanırsan, hər gün günahdır. Çünki insan ki, həddi buluğa çatdı, qardaşlarım, vəssalam. Namaz qılmırsansa, o günahlar sənə hər gün yazılır sənə. Yəni, Allah Subhanahu taala sənə yaradıb, sənə hər şey verib, sağlamlığın yerində. Vallahi, bax da,
Bax şikəst insana hansı ki əli yoxdur. Bax şikəst insana ki qolu yoxdur, gözü yoxdur. Səni Allah Taala sağlam yaradıb və sənə deyir ki, nədir? Mənə ibadət et. Mənim qarşımda əyil. Ona görə də görürsən insanlar nə edirlər? Hətta bunu belə insanlar problem edirlər özlərinə. Bəhanələr. Hərə də bir bəhanə gətirir. Biri deyir, nə bilim, institut oxuyuram. Biri deyir, nə bilim, qoy məktəbi qurtarım, instituta girim, qılaram. Biri deyir, ay nə bilim, qoy evlənim, qılaram. Biri deyir, nə bilim, Moskvaya gedim. geyim ticarətim orada pullarım qalıb. Geyim onları götürüm namazı başlayacağam. Hərə bir dənə şeydir, bəhanələr gətirir qardaşım. Bunlar hamısı boş-boş bəhanələrdir. Bu bəhanələr də qardaşım ömrünün axırına kimi bitməyəcək. Ömrünün axırına kimi bitməyəcək. Sən əgər bu dünyaya gəlmisən, bu dünya da imtahan diyarıdır. Sınaq dünyasıdır. Vəssalam. Burada heç kəs rahat ola bilməz. Kimsə deyə bilməz ki, filan kəsin filan qədər pulu var, milyarderdir. Baxın, sən zahirən görsən ki, onun evi, eşiyi, ən bahalı başını. Sənə zahirən, çünki sən onun içində deyilsən, onun yanında deyilsən. Axı bəlkə də sən gedib girsən onun yanına, deyək ki, qardaş, gəl yerimizi dəyişək də. Mən sən həyatı yaşayım, sən mükəmməl. O qədər elə insanlar var ki, Allah Subhanahu taala görürsən ki, o boyda pul, cah, cala, hər şey var. Bir dənə xəstəlik göndərir insana heç bir şey. Hər şey bundan gəlir. Nə olsun ki, pul var. Amma elə insan var ki, kasıbdır, amma xoşbəxt. O deyir bizdə insanlar var ki, xoşbəxtlik deyir nədir? Biri deyir puldadır, biri deyir nə bilim filan şeydədir. Xoşbəxtlik rahatçılıqdadır. İnsanın qəlbinin rahat olmasındadır. Bu boyda daxman var, hə? Daxmanın içərisində sən rahatsan. Allah həmd olsun, qəlbin çox rahatdır. Yəni sənin üçün o daxman nə bilim saraylardan da böyükdür. Hər şeydən də böyükdür. O insan özünü xoşbəxt hiss edir. Çünki deyə görə ki, bilir ki, onun Rəbbi var. O Rəbbinə arxayındır. Bilir ki, əgər Allah Taala dünyada quşların ruzisini verirsə, o pişiyin ruzisini verirsə, o pişik görürsən oradan gəlir, sən də oturub burada yemək yeyirsən. Görürsən bir dənə miyoldayıb çıxarırsan buradan bir də ət verirsən, yeyəcək. Getdi o biri stoldan. Doydurdu, qarnını çıxdı, getdi uşaqlarını yeyizdirir. Yəni sən fikirləşməlisən ki, Allah Taala onun ruzisini verdisə mənim əlimlə, hə? Mən Allahımı tanıyan, peyğəmbərimi ona ibadət edən, mənim ruzimi verməyəcək Allah Taala. Allah Subhanahu taala sənə ruzunu verəcək. Və ən böyük ruzi insana İslamın bəxş olunmasıdır, namazın verilməsidir. Bu ən böyük ruzi. Bundan böyük nemət ola bilməz. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? Kim deyir 2 rükət sübh namazının sünnətini qılarsa, hə? Nədir onun faydası xəyal? Dünya və onun içində nə varsa hər şeydən nədir? 2 rükət sübh namazının sünnəti. Bilirsiniz nə deməkdir? Bu oturub fikirləşə bilərsən. Abi 2 dənə rükət namaz qılıb, bu necə dünyadan xeyir olar? Sən bilmirsən. Sən onu qiyamət günü görəcəksən. Allah Subhanahu taala sənə göstərəcək və onu dəhşətə gələcəksən. Bəli. Sən dəhşətə gələcəksən ki, bu 2 rükət sünnət nə boyda savab olmuş. Nə boyda savab olmuş. Ona görə də yəni qardaşlarım, yəni elhamdülillah, yəni ibadət, Allahı tanımaq, peyğəmbərini tanımaq böyük bir nemətdir. Gözəllikdir, xoşbəxtçilikdir. Həm bu dünyada, həm də axirətdə. O insan ki, Allahını tanımır, peyğəmbərini tanımır, Quran-ı Kərimi bir dəfə açıb oxumuyor. O insan nə qədər varı, hər şey olsa da bu dünyada da bədbəxtdir, axirətdə də bədbəxt olacaq. Ona görə də Allahı, peyğəmbəri heç unutmaq olmaz. Hər şey insan itirə bilər. Allah Subhanahu taala əvəzini verəcək insana. Amma Allahını itirən, Allahını unudan, Allahını yaddan çıxardan insan, yəni bədbəxt insan. Allah qorusun. Yəni insan heç vaxt Allahını, Rəbbini tanımaq, yaddan çıxarmamalıdır. Sən hər zaman düşünməlisən ki, Allah məni görür. Allah məni eşidir. Allah mənim bütün əməllərimdən, bütün niyyətimdən xəbərdardır. Bilir mən nə istəyirəm, nə etmək istəyirəm. Allah Subhanahu taala qulunun hər bir şeyindən xəbərdardır. Hər bir işindən xəbərdardır. Sən qəlbində o ağrılar çəkirsən, fikirləşirsən, qəmgin olursan, məyus olursan. Allah Subhanahu taala hamısını bilir. Sən elə bilmə ki, sənin Rəbbin onlardan xəbərsizdir. Hamısını bilir Allah Taala. Sən o anda yəni həmin o sıxıntılar gələndə, sənə əziyyət gələndə, sən necə Allahı qarşılayacaqsan, Allaha qarşı necə gedəcəksənsə, Allah Subhanahu taala sənə qapıları hamısı açacaq. Elə insan var ki, görürsən o sıxıntılardan pis şəkildə çıxır. Etiraz edir Allaha. Bu nədir ya Rəbbi? Mən bu qədər namaz qılaram, mənim başıma belə bir şeylər gəlir. Bu niyə belədir? Allah qorusun. Əksinə sən nə etsən, ya Rəbbi, mən sənin əlində onsuz da. Sənin əlindəyəm. Mənim bütün həyatım, ömrüm, hər şey sənin əlindədir. Sən nə istəyirsən onu da eləyəcəksən mənə. Bu xəstəliyi göndərmisən, bu nə bilim kasıbçılığı göndərmisən, bu sıxıntını göndərmisən, bu çətinliyi göndərmisən, bu əziyyətdən də məni çıxardan sən olacaqsan. Qurtardı getdi. Allah bir də görürsən elə rahatçılıq gələcək insana ki. Allah Subhanahu taala səni çıxardı. O Yunus əleyhissalamın o balıq udanda, o gedir zülmətlər içərisində. Niyə görə? Çünki öz qövmünü dəvətdən nə etmişdi? Küsmüşdü. Qövmünü dəvət eləyəndə
əziyyətə məruz qaldı. Qoybu onu qovladı, acıladılar, pislədilər. O da küstü onlardan. Çöndü, çıxdı, getdi və onu balıq udur. Deyir, əgər o tövbə etməsəydi, əbədi olaraq o balığın qarnında qalacaqdı. O orada başlayır yalvarmağa Allah Taala. La ilahe illa ent subhaneke inni kuntu minez zalimin. Ya Rabbi, səndən başqa batıllah, haqqıllah yoxdur. Həqiqətən də mən öz nəfsimə zülm etmişəm. Gör necə, yəni heç kəsi qınamır, yəni Allaha etiraz eləmir, Allahı qınamır. Allaha qarşı çıxmır, özünü qınayır. Vallahi ki, sənin başına nə gəlirsə bilginən ki, sənin özündəndir. Allahdan heç nə yoxdur. Çünki Allah Subhanahu taala bəndələrini sevir, onlar üçün hər bir şeyin gözəlini istəyir Allah Subhanahu. Amma sən öz nəfsi və nə isə edirsən həyatda səhv, o səhv elədiyi görə Allah Subhanahu taala səni cəzalandırır. Sələflər hər bir şeylərinə fikir verirdilər. Kimisə əgər filan yerdə aldadıbsa, neçə il bundan qabaq Allah Subhanahu taala onun əvəzini səni gətirib qabağa çıxardırdı. Heç bir şeylə belə gəlmir insan həyatına. Vallahi ki, nəsə eləmirsən, oturursan fikirləşməyə, papavı qoyub qabağa fikirləşməyə. Mən nə etmişəm ki, bu şey gəlib çatdı mənə. La ilahe illa ent subhaneke inni kuntu minez zalimin deyir. Allah Subhanahu taala mələklər deyir ki, ya Rabbi, bu deyir yalvaran, tanış bir insanın səsidir deyir. Sənin deyir qulun deyir, Yunus əleyhissalamın bir səsidir. Və nə edir? Allah Subhanahu taala onun tövbəsini qəbul edir və balığın qarnından onu çıxardır. Və başqa peyğəmbərlər də Əyyub əleyhissalam ən varlı peyğəmbərlərdən idi. Övladlarını Allah Subhanahu taala alır, var dövləti gedir. Allah taala onun bədəninə bir dənə xəstəlik göndərir ki, hamı ondan qaçır. Bir dənə zövcəsi qalır. Bir dənə zövcəsi qalır. O da zövcəsi gəlirdi ona, yeməyini verib çıxıb gedirdi. Yeməyini verib çıxıb gedirdi. Çünki bilir ki, ən çox imtahan olunan peyğəmbərlər olur. Ən çox imtahan olunan peyğəmbər. Allah Taala onları imtahan edib ki, insanlar baxsınlar ki, yəni düşünməyin də o peyğəmbərdir və salam. Baxın ona ibrət alın. Mən onu ən çox şəkildə imtahan eləmişəm. Allahu akbar. Əyyub əleyhissalam bütün insanlar ondan irgənir, qaçır, çıxır gedirlər onun yanına. Allah Subhanahu taala şükür edir, səbr edir. Səbr edir. Deyir ki, ya Rabbi, bu xəstəliyi də sən mənə göndərmisən. Mənim övladlarımı verməli, varım, dövlətim nə var, hamısını sən almısan mənim əlimdən. Elhamdülillah. Sən vermişdin, sən də aldın. Və sələflər belə edirlər. Allah vermişdi, Allah da aldı. Bəli. Doğulan kimi sən milyoner doğulmursan ki. Sonradan Allah Subhanahu taala sənə var dövlət verir. O var dövlət də, qardaşlarım, vallahi ki, insana istənilən bir yaşda açıla bilər ha o qapılar. Sən elə bilmə ki, sənin indi 40 yaşın var, 50 yaşın var, kasıbsan və salam. Ola bilər Allah Subhanahu taala 51 yaşında sənə elə qapılar açar ki, özün şoka düşərsən ki, bu nədir? Hardan gəldi bu şeylər, var dövlət? Allah Subhanahu taala elindədir də. Allah Subhanahu taala hər şeyi edir. Ona görə də Əyyub əleyhissalam o səbirdə, şükürdə həmişə insanlara misal göstərilir. Baxın, Əyyub əleyhissalama o boyda imtahanlar, sınaqlar gəldi, səbr etdi. Şükür etdi, Allah Subhanahu taala yenidən hər şeyi qaytardı. Və bizim üçün burada nə ibrət alırıq? Baxırıq deyir ki, bəli, Əyyub əleyhissalam kimi. Hətta bizə o cür imtahanlar gəlmir. Allah Subhanahu taala Quranda buyurur ki, biz elə deyir, etdiklərinizin az bir hissəsini sizə datdırırıq. Az bir hissəsini Allah taala deyir, sizə datdırırıq. Hamısını Allah taala o elədiklərimizin qarşılığını bizə hamısını verirsə, bədbəxt olub gedər. Ona görə də Allah Subhanahu taala təkəbbürlüyü sevmir. Xoşlamır ki, insan təkəbbürlü olsun. Çünki Allah Subhanahu taaladır mütəkəbbir. Mütəkəbbir Allah taaladır. Ona xoşlamır ki, kimsə təkəbbürlü olsun, yer üzündə belə lova yerisin, məndən yoxdur desin, mən desin. Xoşlamır Allah Subhanahu taala insanın belini elə sındırar ki, o bir daha başını qaldıra bilməz yerdən. Ona görə də Allah Taala uca və böyükdür, qüdrətli və qüvvətlidir, Rahman və Rahimdir, pak və nöqsansızdır. İxlas surəsinə baxın. Qul huvallahu əhəd, o Allah təkdir. Allahus saməd. Ehtiyaclı deyil Allah Taala. Möhtac deyil heç nə. İnsan möhtacdır hər şeyə. İnsan möhtacdır ayaq yoluna gəlməsən. Bir gün ayaq yoluna getməsən, qarnın bütün iyi verəcək. Bir gün getməsən, həkimlər deyir ki, insan bir gün ayaq yoluna getməsə, xəstəlikdir o insanda. Allahu akbar. Ayaq yolu bilirsiniz nədir qardaşlarım? Ayaq yoluna niyə gəlirsən? Yediyin yeməklərdir də. Yediyin yeməklərdir ki, hansı ki çıxırsan onlar ayaq yoluna. İnsan möhtacdır havaya, insan möhtacdır suya. Hər şeyə sən ehtiyaclısan. Amma Allah Subhanahu taala bunların heç birinə ehtiyacı yoxdur. Bunların heç birinə ehtiyacı yoxdur. Allah Taala deyir ki, mən onlardan məni yedirtmələrini, geyindirmələrini istəmirəm. Deyir, mən istəyirəm ki, bir dənə mənə namaz qılsınlar. Namaz. Çox şey istəmir Allah Taala.
Valideyn öz uşağından nəsə ayaq olun, qoşulma o avaralara. Bax, siqaret çəkmə. Başqa şey istəmə. Oxu ki nə. Allah Subhanahu taala qullarıyıq da biz. Bəli, bəli, bəli. O da bizim xeyrimizədir. O namaz bizim xeyrimizədir. Allah Subhanahu taala istəyir ki, biz namazı qılaq ki, qurtulaq. Biz ibadət eləyək ki, qurtulaq. Allahın əzabından, qiyamət günü sorğu-sualından. İnsan ehtiyacıdır. Qul huvallahu əhəd, Allahus samad. Ləm yəlid və ləm yulad. O nə doğmuş, nə də doğulmuşdur. Subhan ayətə baxın. O nə doğmuş, nə də doğulmuşdur. Ya sənin ağlına heç nə gələ bilməz, mümkün deyil. Necə ki, insanlar dedilər ki, İsa aleyhissalam Allahın oğludur. Bəziləri dedi ki, Allahdır. Nə bilim, Budistlər dedilər ki, bu Budda Allahın oğludur, filandır. Allah Subhanahu taala bu ayətlə göstərir ki, o nə doğulub, nə də doğmuşdur. Oxşarı sonra nə deyir? Ləm yəlid və ləm yulad və ləm yakun ləhu kufuvan əhəd. Onun oxşarı, bənzəri, şəriki yoxdur. Sənin ağlına nə gələcəksə o Allah deyil. Mümkün deyil ki, sən insan Allahı təsəvvür etsin. İnsanlar çalışıblar da, məsələn, bütpərəstlər ilahlar düzəldiblər özlərindən, nə bilim, neçədən əlli, neçədən ayaqlı, filan. İnsanların öz fantaziyaları. Amma Allah Subhanahu taala o deyil. Allah taala o deyil. Ona görə deyir ki, onun oxşarı, bənzəri, şəriki yoxdur. Şəriki yoxdur. Bu ayətlər hamısı insan üçün nədir? İbrətdir, faydadır ki, insan Allahı unutmasın, Allahı daima xatırlasın. İnsan nə qədər Allahı xatırlayacaqsan, Allah taala da səni o qədər çox xatırlayacaq. Allah razı olsun. Allah Subhanahu taala bizi eşidib faydalanlarını etsin. Subhanaka Allahumma və həmdik əşhədən təstəğfiruka və etûbü ileyk. Kimin nə sualı varsa verə bilər.